Salam, hər vaxtınız xeyir olsun. Bu günləri son 14 ilin qəbullarından ibtidai icma quruluşunun qəbulda düşən testlərin izahını verəcəm. Birinci suala baxırıq. Birinci sualda qeyd edib ki, Kür-Araz mədəniyyəti üçün səciyyəvi idi. Biz bilirik ki, erkən Tunc dövründə 5K hərfi ilə, yəni Q hərfi ilə başlayan hadisə var. Bunlardan biri köçmə maldarlıq, kurqan tipli qəbirlər, kollektiv dəfn etmə adəti, Kür-Araz mədəniyyəti və kənd məskənlərinin yaranması idi. Kür-Araz mədəniyyəti erkən Tunc dövrünə aid olduğuna görə baxırıq A bəndinə. Ulu icmanı qəbilə icması ilə əvəz olunması bu aiddir üst paleolit dövrünə. Ona görə A bəndi çıxdı. Ulu icma alt və orta paleolitin oxşar cəhətidir. Qəbilə quruluşu isə üst paleolitdə yaranıb ta ki erkən Tunca qədər oxşar cəhətdir. Erkən Tunca aid deyil. B bəndinə baxırıq. Maldarlığın əsas məşğuliyyət sahələrindən birinə çevrilməsi xeyr, maldarlıq və əkinçilik yaranıb əsas məşğuliyyət sahəsinə çevrilib neolit dövründə. İbtidai maldarlıq, ibtidai əkinçilik, ilkin sözləri, əgərləri maldarlıq və əkinçiliyin qarşısında olsa, bu mezolit dövrüdür. Ona görə B bəndi də çıxır. İlkin əkinçilik vərdişlərinin yaranması, yəni ilkin, ibtidai, ilk sözlər heyvandarlıq, maldarlığın qarşısında olsa, bu olacaq mezolit dövr, bu da çıxır. Əhalinin dağətəyi yerlərdə məskən salması, dağlıq və dağətəyi yerlərdə məskən salması, bəli, erkən Tunc dövründədir, D bəndidir. Lakin sona kimi baxaq, insanların daş alətləri cilalamağı öyrənməyi, yəni cilalı daş dövrü adlanır neolit dövrü. Erkən Tunc olmayacaq. Ona görə cavab D bəndi olacaq. Keçək növbəti suala. Növbəti sualda qeyd olunub, Azərbaycanda əhalinin dağətəyi və dağlıq zonalarda məskunlaşdığı dövr, bundan əvvəlki sualda da vardı, bu erkən Tunc dövrünə aiddir. Üçüncü sual. Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən fərqli olaraq eradan əvvəl 7-ci minillikdə, yəni neolit dövründə çaxmaq daşından əmək alətləri hazırlanırdı. Bu oxşar cəhətdir. Çünki bizdən fərqli cəhət soruşduğuna görə biz burada ancaq fərqliləri tapacağıq. A bəndi çıxdı. B bəndinə baxırıq. Maldarlıq mövcud olmuşdur. Bəli, mezolitdə ilkin ibtidai maldarlıq mövcud olub, yaranıb və neolitdə də mövcud olub. B bəndə çıxdı. Bu oxşar cəhətdir. İnsanlar duluzçuluqla məşğul olurdular. Cavab C bəndidir. Niyə görə? Yeni sənət sahələri, duluzçuluq, sənətkarlıq, metal işləmə, sonra göndəri işləmə, daşların deşilməsi, cilalanması, yəni yeni sənət sahələri varsa neolit dövrünə aid edəcəyik. Axıra kimi baxaq, qan qohumluğuna əsaslanan insanlar birliyi, bəli, bu mövcud olması, yəni ana xaqanlığı idi, qəbilə quruluşu idi D bəndindəki. Çünki burada oxşar cəhət sayılacaq, D bəndi də çıxdı. Y bəndi axirət inamın dünyasının inamın mövcud olması orta paleolitdə yaranır, ta ki bütün dövrlərdə mövcud olmağı oxşar cəhətdir. Ona görə fərqli cəhət deyil, cavab olacaq C bəndi, insanlar duluzçuluqla məşğul olması. Keçək növbəti sual, dördüncü sual. Dördüncü sual açıq tipli sualdır. Burada deməli deyir ki, Azərbaycanda təxminən 40 min il və bundan əvvəl, burada 40 min il yazılan texniki səhvdir, 35 olmalı idi. Əvvəldən eradan 12-ci min illiyi əhatə edən dövr bilirik, üst paleolitdir. Üst paleolit. Sonra bizim eradan əvvəl 6-cı, 4-cü minilliklər eneolit, yəni misdaş dövrü. Biz baxırıq bəndlərə. Deməli, bir də nə yazıb? Yazıb ki, ana xaqanlığın ata xaqanlığı əvəz edilməsi. A bəndi ana xaqanlığı, ata xaqanlığı əvəz edir erkən Tunc dövründə. Erkən Tunc dövrü eradan əvvəl 4-cü, 3-cü minillikləri əhatə edir. A bəndi heç birinə aid olmayacaq. Baxırıq B bəndinə. Misdən məişət və bəzək əşyaları. Mis demişdik eneolitdir. Eneos mis, litos daşdır. Ona görə 2-yə B. Sonra üst paleolit kimi xarakterizə olunması. Biz dedik 35-12-ci minilliklər üst paleolit. 1-ə C. Müasir insan tipinin yaranması, yəni ağıllı insanın yaranması üst paleolitdə burada olacaq D.
və ilk dəfə atın əhəlləşdirilməsinə başlanması, deməli uşaqların çoxu burada qarışdırır. Mezolitdə heyvanların əhəlləşdirilməsi başlanmışdır və ilk əhəlləşdirilmiş heyvan it olmuşdu. Lakin mən həmişə dərslərdə də deyirəm, mezolitdə ME ilk iki hərfi götürürük. Mezolitdə başlayır, eneolitdə bitir. Lakin son əhəlləşdirilmiş ev heyvanı at olduğuna görə biz bunu ilk dəfə kimi eneolitə aid edəcəyik. Ona görə cavab 2-yə Y. Cavab 1-ə S, D, 2-yə B, Y. Baxırıq növbəti suala. Növbəti sual deyir ki, Azərbaycanda ulu icma və qəbilə icması üçün oxşar cəhət. Ulu icma mövcud olub alt paleolit və orta paleolit, qəbilə icması isə mövcud olub üst paleolitdən erkən tunca qədər. İndi alt orta paleolitlə üst paleolit, mezolit, neolit, eneolitə, yəni erkən tunca qədər oxşar cəhət. Baxırıq 1-ə. Dəvəgözü və çaxmaqdan kəsici alətlərin hazırlanması, bəli. 1-də həm belə deyək də ulu icmada var idi bu dəvəgözü və çaxmaqdaş, həm qəbilə quruluşunda. Bu oxşar cəhətdir. 1 olanları götürürük, qalanlarını çıxırıq. C çıxdı, D çıxdı. Baxırıq növbətiyə. İnsanların yalnız yığıcılıq və ovçuluqla məşğul olması, burada yalnız sözü cümləni bir tərəfli etdiyinə görə biz bu cümləni götürməyəcəyik. Orada cavab olacaq. Belə deyək, ikinci cavabı götürməyəcəyik. 2 çıxdığına görə yalnız səhvdir. Yəni yığıcılıq, ovçuluq yalnız həmin dövrdə olmamışdı. Bundan başqa insanların ana xətti ilə qohumluq əsasında birləşmələri burada ana xətti qəbilə quruluşuna aiddir. Ulu icmada insanlar sürü halında yaşayırdılar. 3-də çıxdı. 3-də çıxdı. Ya A-dır, ya B. Axirət dünyasına 4-ə baxırıq. İnamın mövcud olması, axirət dünyası inam orta paleolitdə yaranır. Digər dövrlərdə daha da artır. Cavab A bəndidir. Amma axıra kimi baxaq. Əkinçilik insanların əsas məşğuliyyətinə çevrilməsi bu aiddir qəbilə icması. Bu əsas məşğuliyyət sözü olduğuna görə əsas orada açar sözdür. Bu neolit dövründə. Cavab A bəndi 1, 4 olacaq. Növbəti suala baxırıq. Növbəti sual deməli Azərbaycan son tunc və erkən dəmir dövründə yəni nə baş verib? Biz bilirik ki, 3 ictimai əmək bölgüsü baş verir. Birinci ictimai əmək bölgüsü erkən tunc, əkinçilik, maldarlıqdan ayrıldı. İkinci ictimai əmək bölgüsü sənətkarlıq müstəqil sahəyə çevrilir. Üçüncü ictimai əmək bölgüsü sənətkar tacirlər qrupu sənətkarlardan ayrılır. Cavab A bəndi olacaq. Keçirik növbəti sual. Deməli, bu növbəti sualda nə deyir? Azərbaycanda ikinci ictimai əmək bölgüsünün baş verdiyi dövr burada orta tuncdur. Biz demişdik, ictimai əmək bölgüləri bölünür 3 yerə. Erkən tunc 1, orta tunc 2 və son tunc 3. Burada olacaq cavab C bəndi. Orta tunc. Keçirik növbəti suala. Növbəti sual belədir. Deməli, Azərbaycanda ana xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ata xaqanlığı dövründə. Biz bilirik ki, ana xaqanlığı üst paleolit, mezolit, neolit, eneolitdə mövcud olub. Ata xaqanlığı isə ana xaqanlığın əvəz etdiyi erkən tuncda. İndi biz burada ata xaqanlığını axtarırıq. Metaldan əmək alətlərinin hazırlanması. Biz bilirik ki, metal eneolitdir. Eneolitdə ana xaqanlığı var idi. İlk metal olduğuna görə kəşfi. Biz bunu götürə bilmərik. Bu oxşar cəhətdir. Və növbəti suala baxırıq. Deməli, növbəti bəndə keçirik. Əhali duluzçuluqla məşğul olurdu. Əhali duluzçuluqla, mən qeyd etdim bayaqki cavablarda, duluzçuluq, dəri işləmə, göndəri işləmə, daşların deşilməsi, cilalanması, toxuculuq, tox əkini neolitdədir. Onun üçün bu oxşar cəhətdə məşğul olurdular. Bəli, 2 də çıxdı. Deməli, 1 və 2 olanları çıxırıq. Üzümçülük, bağçılıq, bostançılıq kimi təsərrüfat sahələri, bu yeni sənət sahələri əgər olsa, bu aiddir yeni sənət sahələri. Sənət sahəsi varsa neolitdir. Təsərrüfat sahəsi isə orta tuncdur. Bəli, üzümçülük, bağçılıq, bostançılıq orta tunc olduğuna görə biz 3-ü götürürük. Baxırıq 4-ə.
3-ü götürdük. Baxırıq 4-ə. Cəmiyyətdə əmlak və sosial bərabərsizlik mövcuddur. Bəli, tayfalar yarandı. Erkən tuncda əmlak sosial bərabərsizlik orta tuncda da mövcud idi. 4-ü də götürürük. Toxuculuq mövcud olmuşdur. Bəli, toxuculuq neolitdə yaranıb. Toxa əkinçiliyi, toxuculuq yenə də Ata xaqanlığı dövründə mövcuddur. 5-i götürmürük. Cavab olacaq A bəndi. Növbəti suala keçirik. Növbəti sualda Ata xaqanlığı dövrünə aid deyil. Biz bilirik ki, Ata xaqanlığı erkən tuncdan bu biri dövrləri əhatə edir. Onun üçün Ata xaqanlığı, yəni erkən tuncdan əvvələ baxacağıq biz. Düzən ərazidə yaşayan əhalinin dağətəyi zonada məskən salması elə cavab A bəndidir, amma axıra kimi baxaq. Metaldan əmək alətlərinin hazırlanmağa başlanması, metal varsa ilk dəfə başlanması, metalda məişət əşyaları bu eneolitdir. Eneos mis daş dövrüdür. Ona görə B bəndi çıxdı. Öl yandırma adətinin meydana gəlməsi, daha doğrusu, burada bizdən soruşur, Ata xaqanlığı dövrünə aid deyil, A bəndi aiddir. Onun üçün A bəndini çıxırıq, çünki A bəndində dağətəyi və dağlıq zonalarda yerləşirdi. B bəndi, metaldan əmək alətinin hazırlanmağa başlanması cavab B bəndidir. Bu eneolit dövrüdür. Eneolit dövrü olduğuna görə əgər yazsaydı ki, metaldan əmək alətinin hazırlanması, onda hər iki dövr olacaq. Başlanmasıdsa, ilk dəfə yaranmasıdsa bir dövrdür. Bu eneolitdir. Ölü yandırma kollektiv dəfn etmə adəti K hərfi olduğuna görə, yəni ölü yandırma kollektiv bu erkən tuncdur. Birinci ictimai əmək bölgüsü əkinçilik maldarlıqdan ayrıldı, erkən tuncdur. Üzümçülük, şərabçılıq orta tunc olduğuna görə burada Ata xaqanlığı mövcud idi, yəni yeni təsərrüfat sahəsi. Cavab olacaq A, B bəndi. Yəni ilk dəfə metaldan əmək aləti hazırlanmağa başlanması. Keçirik növbəti sual. Növbəti sual belədir. Daş dövrünə aid xüsusiyyətləri müəyyən edin. Saxsı qabların istehsalına başlanması. Daş dövrü biz bilirik 3 dövrə bölünür. Qədim paleolit, orta mezolit, yeni neolit daş dövrü. Burada saxsı qabı istehsalı bəli, neolitdə olduğuna görə biz biri götürürük. Baxırıq bəndlərə, bir olanları, olmayanları çıxırıq. C çıxdı, qaldı B, D, Y. Sonra baxırıq biz ikinci bəndə. Dini mərasimlərin icrası ibadətgahlar, dini mərasim, xüsusi ibadət evləri erkən tuncdur, Ata xaqanlığıdır. Bu tunc dövrünə aiddir. Biz bilirik Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda 1-ci Kültəpə və Maxda xarakterizə olunur. Ona görə 2-ni çıxırıq, 2 olanları çıxdıq deyəndə. Köçmə malda heyvanların əhəlləşdirmə başlanması bu aiddir. Mən dedim ki, mezolitdə başlayır, eneolitdə bitir. Yəni M-E mezolit sözündə 2 hərf mezolitdə başlayır, eneolitdə bitir. Ona görə biz 3-ü götürürük. 1 3. Köçmə maldarlığı meydana. Demişdim, erkən tuncda 5K var. Köçmə maldarlığı, kollektiv dəfn etmə, kür araz, kənd yaşayış məskənləri və qurğan tipli qəbirlər 4-ü də çıxırıq. Xış əkinçiliyinin yaranması. Biz bilirik, toxa əkinçiliyi yarandı, neolit, inkişaf etdi, eneolit. Toxanı əvəz etdi, xış erkən tunc, onun üçün cavab 5-i də çıxırıq. Cavab olacaq 1, 3, 6, yəni B bəndi. Növbəti